İndi başlayırıq məsələlərimizə uşaqlar, şəkil məsələlərinə. Uşaqlar, biz simvolların kodlaşdırılmasını keçdik. Simvolların kodlaşdırılmasında uşaqlar dedik, ASCII Unicode sistemlərində keçdik uşaqlar simvolların kodlaşdırılmasını. Bugünkü mövzumuz isə şəkillərin kodlaşdırılmasıdır. Yəni şəkillərin kompüterin yaddaşında tutduğu yerin həcmini tapmaq. Ümumiyyətlə uşaqlar simvolların kodlaşdırılmasında dedik ki, siz istənilən bir şeyin həcmini tapmaq üçün sizdən soruşmayın, çünki soruşanda dünəndən soruşuram, əsəbləşə gedirəm. Belə bir şey demişdik uşaqlar, istənilən bir şeyin həcmini tapmaq üçün sayını vurmalıyam bir dənəsini tutduğu yerə. Biz uşaqlar simvol məsələsində demişdim, yaddaşı tapanda uşaqlar, deyirəm yaddaş nəyə bərabərdir? Hamı deyir səhifə vur, sətir vur, simvol, müəllim 1 bayt, nəm 2 bayt. Uşaqlar, soruşuram, bəli. Deyirəm uşaqlar, səhifəni sətrə simvola niyə görə vuruq üçün? Simvolların sayını tapmaq. Yəni, yadınızda saxlayın uşaqlar, istənilən məsələdə sənin belə bir düstur yoxdur, səhifə vur, sətir vur, simvol. Elə bir şey yoxdur. Qayda budur uşaqlar. İstənilən bir şeyin həcmini tapmaq, yəni kütləsini tapmaq üçün, bu təkcə kompüterə aid deyil, bütün hər şeydə. Bir şeyin kütləsini, həcmini tapmaq üçün, tutduğu yeri tapmaq üçün sayını vurmalısan, bir dənəsini tutduğu yerə. Bunu sizə Almanla da başlamışdım. Dedim, bir qutu alma gəlib. Bunun həcmin kütləsi nə qədərdir, necə taparsan? Birinci soruşarsan, qardaşı, o qutunun içində nə qədər alma var? Məsələn, deyəcək 20 deyə alma var. Deyərsən, bir dənəsi neçə kilodur? Deyəcək, məsələn, bir dənəsi 5 kilodur. Deyərsən, 20 deyə alma var, biri 5 kilodursa, deməli 100 kilodda 20-yi vurdun 5-ə. Yəni, sayını vurmalısan bir dənəsini tutduğu yerə. İndi simvolların da həcmini tapmaq istəyirsən. Bəli, uşaqlar, deyir burada, məsələn, bir dənə kitab var. Kitabda deyirəm, 1000 dənə simvol var. Həcmini tap. 1000 dənə simvol varsa, hərəsi məsələn 2 bay, desəm, deyəcəm, hər bir dənəsi nə qədərdir? Deyəcək, bir dənəsi 2 bay. 1000 dənə simvol var, hərəsi 2 bay, deyir 2000 bay. İndi məsələn, bu Prestigin səhifəsində sınaq yerləşdirilir təzə. Məsələn, orada kim ki, səhifə sətir simvol olaraq əzbərləyib yalandan, o düsturu. Onun bir 90% oradakı 4-cü də yoxsa 3-cü məsələdə o səhv edəcək. Orada diqqət edəcək bir şey var. Çünki onun üçün demək istəyirəm ki, uşaqlar, bir şey həmişə şablon olaraq, yəni belə deyil, əzbərləməkdənsə qaydası ilə bilir. Səhifəni sətrə simvola vurmaq uşaq, mən elə bir məsələ deyirəm, nə səhifəyə vurarsan, nə sətrə vurarsan, nə simvola, heç nə vurmazsan. Simvolun sayını əvvəlcədən deyərəmsə, nəyə vururam, səhifə sətrə. Mənə simvolun sayı verilib də onsuz da. Yəni, demək istədiyim məqsəd uşaqlar, yəni bir şeyin, sən səhifə sətr simvolda olsun, siz burada. Məqsədin ancaq sayı tapmalı. Sayını tapandan sonra bir dənəsini tutduğu yerə vursan. Simvolların sayını tapırsan, vurursan bir simvolun tutduğu yerə. İndi bugünkü mövzumuz da uşaqlar nədir? Şəkillərin kodlaşdırılması. Şəkil də uşaqlar nələrdən təşkil olunur? Raster qrafikdə də şəkil nələrdən təşkil olunurdu? Şəkil ən minimal elementi nədir raster? Piksel. Şəkil nələrdən təşkil olunur uşaqlar? Piksellərdən. Və demək bəyəqləri şəklin fiziki ölçüsü 3 parametrlə ölçülür. Düyüm, santimetr, bir də piksel. İndi bizdə santimetri düyümü lazım deyil, biz piksellə işləyirik. Şəklimiz nələrdən təşkil olunur? Piksellərdən. Məsələn, deyirəm uşaqlar, 1024 pikselin 512 piksələdir. Yəni, ölçüsü 1024-ün 512-yə ölçülüdür. Yəni, nə deməkdir? Buradan bura 1024 piksel var. Buradan bura ümumi 512 piksel var. İndi burada ümumi piksellərin sayını tapmaq üçün neyniyərsiniz uşaqlar? Vuruqda bir-birinə. Düzbucaqlığın sayısının tapılması da enin uzunluğuna vursaz, buradakı piksellərin sayını verər də bizə. Nizam mənim keçimdə yəqin düzbucaqlığın sayısı var və enin uzunluğuna vuranda buradakı deməli, inşallah, enin uzunluğuna vuranda avtomatik olaraq düzbucaqlığın sayısını vermiş olur. Piksellərin sayı var. 1024-ü 512-yə vursaq, artıq buradakı biz ümumi piksellərin sayını tapmış oluruq. Və telefonlarında deyirsə, neçə megapiksel kameradır. Yəni, pikselin sayı artdıqca uşaqlar, istərsiniz, yaddaşda da şəkil çox yer tutacaq. Çünki sən piksellərin sayını artırsan. Keyfiyyət daha yüksək olacaq və yaddaşda daha çox yer tutacaq. Piksellərin sayını vurmalıyıq. Uşaqlar, ben piksellərin sayını bildim. Yaddaşı tapmaq üçün piksellərin sayını vurmalıyam. Bir pikselin tutduğu yerə. Və mən o üçün ASCII Unicode məsələsində belə şeyin üstündə çox qalırdım. Yəni, onu bilməklə sən bütün məsələ sistemini həll eləmiş olursan. Piksellərin sayını vurmalıyam. İndi bir pikselin tutduğu yerə. Onun üçün də uşaqlar, rəng məsələsində konkret 2 dənə düstur var. Birinci düstur budur. Yaddaş bərabərdir. Ölçü vurulsun. En bit sayı.
Və bu uşaqlar ölçü dediğimiz bizim piksellərin sayıdır. Piksellərin sayını vururam. Bir pikselin tuttuğu yere, bu en bit sayıda bir pikselin tuttuğu yerdir. Və uşaqlar, bax, keçən il, yox, onun əvvəlki ildir ya da bir dənə də ondan əvvəlki ildə belə bir sual var idi ki, bax, yaddaşı vermişdi, eni də vermişdi. Demişdi piksellərin sayını. Bilsən nə qədər uşaq yazmır, yəni belə sualı. Deyirəm, niyə? Deyir ki, müəllim, biz ölçünü seçmişik də, piksel bilmirik ki, nədir. Pikselin sayını tapamır. Bu uşaq hələ dərk eləmir ki, bu ölçü hələ pikselin sayıdır uşaqlar. Ölçü nə olacaq? Yəni, mən bunu niyə vururam en bit sayına? Bu ölçü dediğimiz şey uşaqlar, bizim piksellərin sayıdır. Bu 1024'ün 512'ye. Yəni, bu bizim piksellərin sayıdır da. Yəni, piksellərin sayını vururam bir pikselin tutduğu yerə. Başa düşürük? Bəli. Bu birinci düsturumuz. İkinci düsturda uşaqlar, bunu ASCII Unicode-da demişdim sizə. Kodlaşdırılan nədirsə, niyə bərabər idi uşaqlar? 2 üstü n bit say. Ay, sağ ol. Kodlaşdırılan nədirsə, bərabərdir niyə? 2 üstü n bit sayına. Və uşaqlar, bütün hər şey bu düsturla həll olur. Kodlaşdırılan nədirsə, bərabərdir 2 üstü n bit sayına. Neyi kodlaşdırırsan, kodlaşdır, 3 üstü n bit sayına. Yadınıza gəlsə, və həmin dedim, Close-Shannon'un düsturu da bu informasiyanın banisidir. Mən onda sizə demişdim ki, bu düsturu bildinsə, dərk elədinsə, bütün məsələləri informatikada həll edə bilirsən. Kök buradadır çünki. En bit sayını mən buradan tapıram ki, mən bilirəm ki, mənim bir dənə kompüter yaddaşında nə qədər yer tutur. İndi nəyi kodlaşdırırsan, kodlaşdır, en bit sayına bərabərdir. Məsələn, bunun üçün nə qədər misal dedik? Məsələn, 64 dənə mərtəbəyə kodlaşdırmaq üçün uşaqlar, hər mərtəbəndə neçə bit götürməliyəm? 6 bit. Çünki 64 2 üstü neçədir? 6. N niyə bərabər olur? 6 bitə. 128 dənə mərtəbəyə kodlaşdırmaq üçün. 7. 2 üstü 7. 7 bit. Всё, konkret. 7 bit. Nə bilim, 32 dənə rəngi kodlaşdırmaq üçün. Hər rəngi neçə bit götürməliyəm? 5. 5 bit. Fərqi yoxdur. Nə bilim, 16 dənə rəngi kitabı kodlaşdırmaq. 4 bit. Nəyi kodlaşdırsan kodlaşdır, 2 üstü nə bərabərdir? İndi uşaqlar, və yaxud da əksinə deyə bilərəm. 5 bitlə neçə dənə rəng kodlaşdırarsan? 32. 7 bitlə neçə dənə qapı kodlaşdırarsan? 128. 128. Yəni kodlaşdıran nədirsə, həmişə 2 üstü nə bərabərdir uşaqlar. Buradakı en bit sayı da budur. Bir dənəsinin tutduğu yeri bildirir də bu en bit sayı. O kodlaşdırdığın nədirsə, onun bir dənəsinin tutduğu yerdir. İndi uşaqlar kodlaşdırılan Mən nədirsə... istəyirəm. 129 olsaydı nəyə götürəcəkdi? 208-də onda. Bəli, 8 bit. Uşaqlar, onun üçün də bu kodlaşdırılan nədirsə əvəzinə, kodlaşdırılan nədirsə yazmıram. Yəni, kodlaşdırdığımın nə olduğunu bilirəm də. Nə kodlaşdıram mən burada? Rənglər. Onda rəng çaları bərabərdir, rəng çaları yazılır. Və yaxud da rənglərin maksimal sayı. Yəni, rənglərin sayı bərabərdir, rəng çaları bərabərdir. 2 üstü n bit sayı. Bax, bu iki düsturu bilməklə sən bütün məsələləri həll etmiş ola bilərsən. İndi mənə deyir, görün, buradakı uşaqlardan ASCII Unicode məsələsində olmayan uşaq var. Birinci mövzuda olmayan uşaq var. Səs gəlmir. Burada Mustafa olmaya bilərdi, Almar olmaya bilərdi. Onlar əlavələrdə olub, bunu dərsin. ASCII Unicode. Əlavələrdə olmuş müəllim. Yəni, qəşəng, onda bilirsiniz. Əjdaha kimi uşaqlarsınız. İndi uşaqlar, əsas sözüm, yəni obrislər məsələdən çox görüb onsuz da, başa düşməmə ehtimalları olmaz mənim fikrimcə. Əsas Mustafa, Almara, başqa bir dənə də Fatimə idi deyəsən. O da olmamışdı ya, sonradan oldu. Oldu mənim əlavədə məndə. Yəni kimsə də zəiflik varsa, yəni bu 3 nəfərdə sonradan olduğuna gedirəm. Nəyəsə başa düşməsə avtomatik desin. İndi uşaqlar, belə bir məsələ verilir. Deyir ki, məsələn, 5 son 2-nin 128-ə ölçülü şəkildir və deyir 64 rəng çalarına malikdir. Rəng çaları da deyirlər uşaqlar, rənglərin maksimal sayı da deyirlər, rəngin sayı da o şey, eyni sözdür. 64 rəng çalarına malikdir, yaddaşı tap. Düstümüzə yazır, yaddaş nəyə bərabərdir? Ölçü vurulsun en bit sayı. İndi ölçümüz nə qədərdir uşaqlar? 209, 207. 209.
vurulsun 2/7. Piksellərin sayı da 512-nin 1128-ə. Piksellərin sayıdır, bax, bu ölçü dediyimiz. İkisinin bir-birinə vuranda piksellərin sayını verir. Vururuq, bir pikselin tutduğu yerə n bit sayına. İndi 64 rəng çalarına malikdirsə, hər Altı. rəng neçə bit olur? 6. 6 bit. Altı. Vururam 6 bitə. Hamıya aydındır uşaqlar. Aydındır. Mən görək, Səbinə hara çıxmışdı. Ay Səbinə. 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 Dayanmışdı, ona görə çıxmışdım. Mama dayı ilə də dərs keçir deyə zəifləyir biraz. Çoxdan çıxmısan? Yo, elə 2-3 dəqiqə çəkdi. Hə, bu onda burasında olmadı. Bax, indi məsələ eləyəm. 512-nin 128-ə ölçülüdür və 64 rəng çalarına malikdir. Deyir, yaddaşı tap. Yaddaş nəyə bərabərdir? Ölçü vurulsun n bit sayı. Ölçümüz neçədir? 512-nin 128-ə. Piksellərin sayı da 209 vurulsun 207. Piksellərin sayını tapmaq üçün bir-birinə vururduq ölçünü. Vurulsun. 64 rəng çalarına malikdirsə Səbinə, hər rəng neçə bit olur? 6 bit. 6 bit. Vurdum 6 bitə. İndi uşaqlar, burada səhv edəcəyiniz nöqtəyə gəlirəm. Zəhmət olmasa hamı buna diqqətlə qulaq asın. Bax, ən zəhləm gedən şeydir. Vaydin yazmırlar, bax. Ham eləyəcəksiniz bu səhvi. Onun üçün də diqqətlə olun. Qanımızı qaralmayın, yəni sınavlarda falan. Bax, yazıb bura uşaqlar. Yazıb bilə. 209 vur 206, 207 vurulsun 6. Hə, şu, baxır da səhvlə. 6 nə olduğunu yazın bura. ASCII Unicode-da həmişə 1 byte, 2 byte vurduğunuzda orada cavabı byte-la alırdın. Amma burada həmişə cavabı bit-la alacaqsan. Bit-la. Çünki n bit sayına vurursan. Başa düşürsünüz? Byte olma ehtimalı yoxdur müəllim onda. Heç vaxt, həmişə bit-la, həmişə n bit sayına vurursan. Yəni. Hayır. Həmişə bit-la alınır. Ona görə də byte verirlər cavablarda. çevirəcək, indi başqa ölçü vaidinə keçəcək onsuz da. Əsas məsələ odur ki, sən alanda bitlə aldığını bil, sonra hara lazımdır çevirəcəksən. Bu uşaq hələ nə aldığını bilmir axı, byte-la və yaxud da nə ilə aldığını bilmədiyinə görə bilmir hara, nə cür çevirsin. Ölçü vahidini yazın. Bir də hələ siz obrislər qoyun kənara, onsa çevirəcəm. Bir dənə ən əsas məqsəd. Bu biti bura yazın. Bildi hamı. Bax, yoxsa səhv eləyəcəksiniz. 100% deyirəm səhv eləyəcəksiniz. Yəni, heç kim özün ağıllı kimi aparmasın. Lazımdır, Müəllim. yavaş-yavaş elə. Diqqətlə biti yazın. Buyurun, Mustafa. Mənim bu ASCII Unicode-da kimi qrana, yəni 1 byte, 2 byte yazırıq, onun kimi edəcək də yəqin ki. Hə, elə bir bayta vurmur. Da füsödə mən elədim də məsələ, bitlə aldım. Burada bit, n bit sayına vurduq da. Da ASCII Unicode-u qoydum kənara mən. Burada ASCII, bu Yox, mən simvollar. onu demirəm, onu demirəm. Yəni ASCII Unicode-da nəzərə alırdıq. Nəzərə aldığımız kimi burada da elə nəzərə alırıq. Ay sol, ay sol. Söhbət ondandır. İndi bizim uşaqlara nə qədər deyirsən deyir, bax Mustafa. İndi bunlara ASCII Unicode məsələsi ver. Çoxsu bölünə o byte yazmır ki, yazır vurulsun 1, vurulsun 2. Byte yazmırlar ora. İndi bunlara demirəm də, indi kimdəsə çoxsunda olur. Onun üçün də Bizim demək qrupda yoxdur da elə. sizə işlə, sizi bilirəm. İndi yəni onu vurğulayıram ki, uşaqlar, bax bu biti həmişə yazın, əsas məsələ. Qismət olsun, başqasında olmasın. Yəni hamı biti yazsın. İndi uşaqlar, mən məsələni həll etmiş oldum. Cavabı aldıq, bitlə cavabı aldıq. İndi Rafi, bundan sonra özü bizə deyəcək. Cavabı byte-la deyil, kilobyte-la deyil, megabyte-la deyil. Niyə deyil, keçəcəksən. İndi mən bundan keçmək istəyirəm kilobayta. Kilobayta keçmək üçün neçəyə bölməliyəm? 200 tona. 200 tona müəllim. Görürsən, hamı səhv deyirsən. Bax, hamı. 213-ə. 213-ə. Hə, Bax, byte olsa, bax, hələ məsələ də odur da, hələ 210-a bölüb səhv edir. Byte olanda uşaqlar, bax, buna heç nə yazmayan da, heç bilmir byte-la tapıb, nə ilə tapıb. Götürür, bölür, Mustafa 210-a. Cavab da səhv getmiş olur. Çünki ASCII Unicode-da byte-la alırdıq, onun üçün həmişə 210-a bölürdük. Amma burada cavab bit-la alınır həmişə. Onun üçün də bu 3 söhbəti burada olacaq. Byte-a keçsənsə 203-ə böləsən. Kilobaytı keçsənsə 13-ə. Megabaytı keçsənsə 23-ə. Gigabaytı keçsənsə 33-ə. Terabaytı keçsənsə 43-ə. O 3 olacaq. Çünki həmişə bit-la alırsan cavabı. Sənə aydın oldu sənə? Aydın müəllim, aydın. Nəysə. Böldü 213-ə. 213 ilə 216 getdi. Qaldı 203, 8.
8-i də vurdum 6-ya. 48 kilobayt. Baxın görün kimə aydın olmadı. Aydındır müəllim. Hə, bax, keçdik növbəti məsələ formasına. Yəni hər şey bunun üstündən fırladacaq indi. Hə, indi belə bir məsələ eləyirəm. Deyək ki, uşaqlar, yəni də olsun, nə bilim, 5/2-nin 5/2 ölçülü şəkildir və hər rəng 32 bitlə kodlaşır. Yaddaşı tap. Diqqətli olun indi. Və yaddaş bərabərdir, ölçü vurulsun n bit sayı. Ölçümüz nə qədərdir? 209 vurulsun 209. 209. Vurulsun. 205. İndi uşaqlar 5'ə vurum yoxsa 32'ə? 32. Malades, düppədüz. 32 bitər. Bax uşaqlar, mənə artıq birbaşa n-in özünü verir uşaqlar. 32 bitlə kodlaşır. Deyir, hər rəng 32 bitlə kodlaşıb. Daha 32 2 üstü 5 elib 5'ə vurmayın uşaqlar. Hər yerdə 32 görünür. Görün, əgər nə zaman 5'ə vurardın, bax sualı belə versəydi, bayaq kimi. Bax, desəydi ki 32 rəng çalarına malikdir. Yəni 32 dənə rəng var. Mən bilsəm ki 32 dənə rəng var. 32 dənə rəngi kodlaşdırmaq üçün uşaqlar mən hər rəngi neçə bit götürməliyəm? 5 bit. Ondan vuraram 5 bitə. İndi bu mənə demir, hər 32 dənə rəng var. Mənə deyir ki uşaqlar, hər rəng 32 bitlə kodlaşıb. Mənim hər bir dənə rəngim 32 bitlə kodlaşır. Yəni hər bir dənə rəng kompüterin yaddaşında 32 bit yer tutur. Vurdum 32 bitin özünə. Və burada hər rəng 32 bitlə kodlaşır. Və bilirsiniz burada nə qədər rəng var? 232 deyə rəng var deməkdir. Hər rəng eni 32-dir. Deməli 232 dənə rəng var ki, burada n nəyə bərabərdir? 32 bitə. Qeyri-adi də gəlməsin, 232 deyə rəng. Onsuz sizin telefonunuzdakı bütün şəkillər ya 224 deyə rəngdən ya da 232 deyə rəngdən qurulur. Ya da o usta rənglərin sayısı o qədər olur da. Çox olur yəni. Başa düşür amma niyə 32 bitə vurduq? Bəli müəllim, mən başa düşdüm. Aynen. Vurduq 32 bitə. İndi bundan da istəyirsiniz bu səfər nəyə keçək? Megabayta. Megabayta keçmək üçün bölməliyəm 2 üstü 23-ə. 9, 9. Elədi 18. Bu da 5. 23. 2 üstü 23 ilə 2 üstü 23 getdi. Qaldı 1 megabayt. Kimə? Aydın. Keçək növbəti məsələ formasına. Məsələn, uşaqlar deyir, 256-nın 128-i ölçülü şəkildir və yaddaşda 128 kilobayt yer tutur. Və bizə indi burada 2 dənə sual verə bilər. Deyə bilər ki, hər rəng neçə bitlə kodlaşıb? Bir də rənglərin maksimal sayı. Rənglərin maksimal sayı. Yəni, rəng salar deməkdir. İndi görək uşaqlar. Birinci olaraq uşaqlar, yaddaş bərabərdir. Ölçü vurulsun n bit sayı. Bizdə indi yaddaş var, ölçü var. Neyi tapmalıyam uşaqlar? N-i. N bit sayı bərabərdir nəyə? Yaddaş bölünsün ölçüyə. Yaddaşımızı bizə nə qədər verib uşaqlar? 128 kilobayt. Bax, ölçü vaydı yazılır. Bu kilobaytı yazmasın, məsələ eləyə bilməzsən. 128 kilobayt bölünsün. Ölçümüz nə qədərdir? 208 vurulsun 207. İndi uşaqlar, mən kilobaytdan niyə keçməliyəm avtomatik olaraq? Bitə. Çünki n neylədir uşaqlar? Bit sayına. Kilobaytdan niyə keçəcəm həmişə? Bitə. İndi bitə də keçmək üçün bunu vuracam neçəyə uşaqlar? 213-ə.
207 ilə 207 getdi, 128 getdi. 208 ilə də 213 getdi, qaldı 205. Yəni 32 nə bit? Kilobaytdan gedir və n bit sayını olmalıdır. 32 bit. İndi hansı sualımın cavabıdır uşaqlar bu? Birinci sual mı yoxsa ikinci? Birinci. Birinci. Hər rəng neçə bitlə kodlaşmış olar? 32 bitlə. Yəni n niyə bərabərdir? 32 bit. Mənim hər rəngim 32 bitlə kodlaşıb. Yaxşı. Rənglərin maksimal sayı nə qədərdir? Bu sualın cavabı olsa nə olacaq idi? 232. Bəli, bu səfər düz olar. 5 yox. Bax 32 görən kimi 5-ə çevirmiyor. Sənan, biz burada Sənandır da deyəsən. Bax, sən burada Sənan neyi tapmış oldun? N-i. N niyə bərabərdir Sənan? 32 bitə. 32. Məndən nəyə soruşur? Rəng çalar, rənglərin maksimal sayı. Bax, N 32-dir. N-in yerinə 32 qoyasın da. Bəli, Ne deyir? bəli. 232. Aynı. Bax, ümumiyyətlə, yəni sizce olan bir şey deyir, biraz yəni refleks var da. 64 tapdı, avtomatik yazır altını. Düsturdan çalışın, düstura baxın, sonra məcbur var. Rəng çalar bərabərdir, avtomatik 200 n bit sayı. Nə tapdığımızı bilək. Heç vaxt da bu n bit sayı yerinə x qoyub tapmayın uşaqlar. X yazıb tapanda x-in nə olduğunu bilmir uşaq, bilmir nəyi tapıb. Hələ n bit sayı yaz tap. N bit sayı bərabərdir. Mən avtomatik görürəm, n-i tapmışam. N-imiz 32-dirsə, məndən rəngləri soysa 232. Yəni rənglərin maksimal sayı 232-yə bərabər. Kimə nə aydın deyil, desin. Aydındır, gözəl. Bu tiplərin hamısı rəng çalarından gedir söhbət. Başqa olmur, başqa rəng getmir. Yox, şəkil ondan ibarətdir də. Pikseldir, bir də qurursan rəng bit sayı. Bir pikselini tutuyor. Başqa nə olsun ki? Simvolda güvənə var heç ki. Simvolda da simvolların sayı bir simvolunu tutup yerə vursan. Eyni söhbət hamısı. Yəni bunun rahat gəlməyinin səbəbi birinci mövzuda o çəkdiyimiz, yəni belə deyək də, ümumilikdə çəkdiyimiz əziyyətlərdir. Yəni orada onun üçün mən uzun-uzadı danışıram ki, burada biraz rahat geçsin də məsələn. Çünki bir-birindən asıd da o düsturu bildinsə bitir söhbət. Əsas məsələ odur. Deməli uşaqlar, bundan sonra biz gəlirik nəyə? İndi belə bir şey deyir. 5 son 2-nin tutaq ki də 128-ə ölçülü şəkildir və ağ-qara rəngli şəkildir. Ağ-qara. Yaddaşı tap. Yaddaş bərabərdir nəyə? Ölçü vurulsun n bit sayı. Bax indi ölçümüz nə qədərdir? 209 vurulsun 207. Və uşaqlar ağ-qara rəngli şəkildirsə, ağ-qara neçə dənə rəng var uşaqlar? Neçə dənə rəng çalar? 2 dənə rəng çalar var. 2 rəng varsa hər rəng neçə bit olmalıdır? 1. 1. 1 ne? Səndə rənglərin sayı var da. Rənglərin sayı nə qədər? Niyə ümumi 202 olsun? Səndə rənglərin sayı nə qədərdir? Sən eni verməyib ki sənə deyir, ağ, qara. 2 dənə rəng çaları var. Rənglərin rəng çaların 2 dənədir. 2 dənə rəng çaları varsa 2 üstü neçə deməkdir? 1. En niyə bərabər olur onda? 1 bitə. Başa düşürsən? Mən sənə deyəndə ki, Aytən 64 rəng çaları var. Hər rəngi neçə bit götürürsən? 6 bit. İndi ağ-qara rəngli şəkil, elə bil ağ-qara deməmişəm, demişəm 2 rəng çaları var. 2 rəng çaları varsa 2 də 2 üstü 1-dir də. Deməli n niyə bərabərdir? 1 bitə. Qısaca ağ-qara şəkildə n həmişə 1 bit olur. Həmişə 1 bitə vurursan. Ölçünü vurursan 1 bitə. Həmişə ağ-qara rəngli şəkildə. Aydındır? Hə, aydındır. İndi bundan da kilobaytı keçsən, bölməliyəm 213-ə. 213 ilə 216 getdi, qaldı 203, yəni 8 kilobayt. Kimə aydındır? Sualım versin.
Növbətinə gəlir uşaqlar. İndi necə simvolların kodlaşdırılması üçün ASCII Unicode sistemləri var idisə uşaqlar, eyni ilə uşaqlar rənglərin də kodlaşdırılması üçün hazır rəng modelləri var. Kompüterimizdə quraşdırılmış hansı rəng modelləri var? RGB, SMYK, HSB, bir də GLA. Hazır rəng modelləri var. Birinci uşaqlar, RGB, SMYK, HSB, bir də GLA. 4 dənə rəng modelimiz var. Bu HSB ilə GLA-nın sadəcə adını biləcək. Və 4 dənə rəng modelinin 4-ünün də adını bilsən. RGB, SMYK, HSB, bir də GLA. Bunlar rəng modelləridir. Biz bunlardan sadəcə ikisini bizə lazım olacaq üst hesablamamızda. RGB ilə SMYK, amma o bursların adını bilməlisiz sadəcə. RGB, SMYK, RGB, red, green, blue, qırmızı, yaşıl, bir də mavi. Qırmızı, yaşıl, mavi və bu rənglərin qarşılığından alınır RGB. SMYK, siyan rəngi, magenta rəngi, yellow, sarı rəng, bir də black, qaranın kızı, black'in, qaranın kızıdır bu. Siyan, magenta, yellow. Hə? Birinci nə idi? Bunun yanıtı nə Siyan, rəngidir o? siyan. Siyanın nə olduğunu bilməksən, rəng olaraq. Daha bu rəng. Yaşılla göyün qarşı kimi. Amma açılışını bilməliyik bunu. Siyan, magenta, yellow, black'in kızı, bəli. Belə Aykan halaldır. Düz tapdın. Nə bildin yaşılla göyün? Bilir, Nə Baba. bilim, belə bəzi lazımsız şeylər də bilirəm. Siyan rəngi budur. Aydın. Bakın bir rəngdə yox. Bu siyan rəngidir. Magenta rəngi də budur. Bu magentadır. Buradakini görün, bu rəng. Magentadır. Gələk uşaqlar. Deməli, birinci RGB, red, green, blue. Yəni qırmızı, yaşıl, mavi və RGB sistemində uşaqlar hər rəng 8 bitdir. 8 bit, 8 bit, 8 bit. Ümumi neçə bit edəcək? 24 bit. RGB sistemində uşaqlar hər bir rəng ümumilikdə 24 bitlə kodlaşır. Siz elə bilmirsiniz, RGB hələ ancaq qırmızı, yaşıl, mavidir. Yəni RGB-də uşaqlar ümumi hər rəng 24 bitdirsə, RGB-də onda rəng çalarların sayı nə qədərdir? 24 bitlə kodlaşırsa hər rəng. Ümumi nə qədər rəng çaları var uşaqlar? 224. Ay sağ ol. 224 dənə rəng çaları var uşaqlar burada. Yəni bu RGB-dən uşaqlar, onun üçündür də raster qrafik redaktorunda rəng tonlarının ardıcıllığı bir-birini izləyir. Buna hərəsindən nə qədər istəyən 255-ə qədər rəqəm yazır. Buradakı bütün rəngləri RGB-dən alırıq biz. Və ona görə də uşaqlar RGB-də bu 3 rəngi qatışdırmaqla hərəsindən müəyyən doza götürməklə belə deyək. Qatışdırmaq 224 dənə rəng çaları alırsansa. Yəni hər rəng ümumidə 24 bitlə kodlaşır. O 8 bit, 8 bit, 8 biti deyirəm ki, sabah 24 bit yaddan çıxanda birinin 3-dəyə 8-də 24. Burada da hərəsi 8, 8, 8, 8. 4 dənə 8 nə qədər edir? 32 bit. 32 bitlə kodlaşır. Onda burada rənglərin sayı nə qədərdir? 232 dənə rəng çaları var SMYK-da. Aydındır? İndi uşaqlar, tutar ki, belə bir məsələ verib. Deyək ki, tutar ki, 1024-ün 512 ölçülü şəkildir və RGB ilə qurulur. Yaddaşı tap. Da da rahat. Necə ki, ASCII-də 1 byte, Unicode-da 2 byte idi. İndi RGB-də də 24 bit, SMYK-da 32 bit. Hazırdır bu. Yaddaş bərabərdir. 1024, yəni 210 vurulsun 209. İndi RGB ilə vurulduğuna görə neçə bitə vuracam uşaqlar? 24 bit. Bundan indi uşaqlar mən megabayta keçsəm böləcəm 223-ə. 223 ilə 219 getdi. Qaldı 204, yəni 16. 16 ilə 24 getdi 8-ə. Burada qaldı 3, burada 2. 2 ilə də 3 getdi. 1,5 megabayt. Aydındır. Bəli. Kim başa düşmədi desin. Hazır sistemlərdir yəni bunlar kompüterdə. Uşaqlar, indi RGB yox. Burada SMYK olsa neçə bitə vuracam mən bir dənə burada? 232.
232, 32 bit. 32 bit. O rənglərin sayıdır 232. Bu qatışdırmıyor da, bu hələ belə dedim. Yəni rənglərin sayı biləsiz burada. Bunlar da bizə lazım olan. 24 bit, 32 bit. İndi SMYK olsa, vuracam neçə bitə? 32 bitə. 19, 19, 19 ilə 23 getdi. Qaldı 204, yəni 16. 16 ilə də 32 getdi. 2 megabayt. Aydındır. İndi bizdə uşaqlar bir high color, bir də true color anlayışı var. Bir high color, bir də true color anlayışı var. High color nədir, true color nədir? Bax. Əgər heç bir şey yazmazsa və ya true color yazarsa, true color yazarsa uşaqlar, true nə deməkdir? Doğru. Heç bir şey yazmazsa və ya true color yazarsa olduğu kimi qalır. SMYK 32 bit, RGB 24 bit. True color'da uşaqlar olduğu kimi qalır. True nədir? Doğru. Hələ SMYK'mız uşaqlar 32 bit, RGB'miz də uşaqlar 24 bit olaraq qalır. True color'da. Yəni true color yazsa da, yazmasa da eyni şeydir. 24 bit, 32 bit. Əgər yox, sonda, mötərizənin sonunda high color yazırsa, uşaqlar, RGB də olsa, SMYK da olsa fərqi yoxdur. Hər ikisi olur 16 bit. Bax uşaqlar, yazıb, RGB ilə qurulub high color, 16 bitə vurasın. SMYK ilə qurulub high color, yenə 16 bitə vurasın. RGB də olsa, SMYK da olsa hər iki sistem fırlanır, olur 16 bit. Bax uşaqlar. Məsələn, yazıb, SMYK ilə qurulub, sonunda yazıb high color. High color yazıb uşaqlar, burada vuranda neçə bitə vurasın? 16 bit. 223 ilə 219 getdi. Qaldı burada neçə? 204, yəni 16. 16 ilə də 16 getdi. 1 megabayt. Bu RGB də olsaydı indi hal-hazırda yenə eyni cavab alacaqdı. Yenə 16 bitə vuracaqdı. High color'da ikisi də olur 16 bit. Kimin sualı var desin. Yoxdur. Ay gözəl. Bu belə. Bundan sonra gəlirik uşaqlar indi video məsələsinə. Bu oldu şəkillərin kodlaşdırılması. Şəkillə belə. İndi gəlirik videonun kodlaşdırılması. Uşaqlar, mən sizə demişəm ki, video deyilən bir anlayış yoxdur. Yəni video çəkən aparat yoxdur. Sadəcə şəkillərin tez-tez ötürülməyi var. Şəkillər o qədər sürətli ötürülür ki, sən onu video kimi görürsən. Adi telefonunuzda da video düzəldən proqramlar var da, yüzdə video düzəldirsiniz. Şəkilləri dalbadal düzəldirsiniz, qoşursunuz bir-birinə, oldu video. Şəkillərdən video düzəldirsən. Bax uşaqlar, video çəkən aparat deyilən bir şey də yoxdur. Şəkillərin tez-tez ötürməyi var. Şəkillər o qədər sürətli ötürülür ki, sən onu video kimi görmüş olursan. İndi uşaqlar, onun üçün də videonun da kodlaşdırılması eyni şeydir. Eyni ilə şəklin kodlaşdırılması kimidir? Videonun da kodlaşdırılması eyni ilə şəklin kodlaşdırılması kimi şeydir. Çünki uşaqlar, burada da şəkillər də, indi burada əlavə olaraq yeni şəklin kimi həcmini tapırsan, bir dənə əlavə olaraq vurursan saniyədə ötürülən şəkillərin sayına, yəni videonun sürətinə, bir dənə də əlavə olaraq vurursan videonun zamanına, yəni uzunluğu neçə dəqiqəlik videodur. Bir dənə də ona vurursan. Bu da olur sənin videonun həcmi. Onda uşaqlar video məsələsində yaddaş bərabər eyni şəkil kimi ölçü vurulsun mbit sayı. Buracan olsa şəklin tapılmasıdır. Mbit sayı. Bir dənə buna əlavə olursa uşaqlar vurursan sürətinə, videonun sürətinə, yəni saniyədə neçə dəqiqə şəkil ötürür. Bir dənə də vurursan videonun zamanına, yəni neçə dəqiqəlik videodur. Bu da olur video məsələsi. Məsələn, deyir indi uşaqlar 1024-ün 512 ölçülü video kadrdır. Və 256 rəng çalarına malikdir. 256 rəng çalarına malikdir, hər rəng neçə bitdir uşaqlar? 8. 8 bit. 256 rəng çalarına malikdir. Məsələn, deyir 32 kadr böl saniyə sürətlə hərəkət elətdirilir. Və 2 dəqiqə 8 saniyəlik video yaddaşda nə qədər yer tutur? İndi buradan yaddaş tapıram. Yaddaş bərabərdir. Nə? Ölçü vurulsun. Ölçümüz nə qədərdir? 210 vurulsun 209. Və 256 rəng çalarına maliksə hər rəng 8 bit. Vurulsun 8 bit. Buracan onsuz da şəkil tapırdıq da belə.
Bir dənə əlavə olaraq bunu vurursan sürətinə. Saniyədə neçə kadrdır? 32 kadr böl saniyə. Vurdun 32-yə. Bir dənə də vurursan zamanına. 2 dəqiqə 8 saniyə. İndi bu dəqiqəni niyə çevirməliyəm mən uşaqlar? Saniye. Niyə saniyəyə çevirməliyəm uşaqlar? Çünki burada nədir? Kadr böl saniyə. Ay sağ ol. Bu kadr böl saniyə olduğuna görə sən də zamanı saniyəyə çevirməlisən. Əgər bu kadr böl dəqiqə olsaydı, sən də zamanı dəqiqəyə çevirərdin. İndi bu dəqiqəyə gəlmir də, dəqiqəyə gələn bir şey olur. Yəni uşaqlar, dəqiqədirsə dəqiqə olmalıdır, saniyədirsə saniyə olmalıdır. Eyni iş olmalı. İndi mən bunu çevirəm saniyəyə. 2 dəqiqə 8 saniyə eləyir nə qədər? 128 saniyə. 28. Dəqiqəni çevirdi saniyəyə 120, bu da 8, 128 saniyə. Vurduq 128. Bunları hesablasaq 2 üstü ilə. 19, 19. Bu da 2 üstü 3. 22. O da 32 də 2 üstü 5. 22-nin üstünə 5. 27. Bu da 2 üstü 7. Bu da 7. 27-nin üstünə də 7. 34. 2 üstü 34. 2 üstü 34 bit. Bundan da gigabayta keçsəm, böləcəm 2 üstü 33-ə. 2 üstü 33 üstünə 2 üstü 34 getdi. Qaldı 2 üstü 1, yəni 2 gigabayt. Aydındır video məsələsi. Bir dənə olaraq sual vereyim. Bəli. 256 32-yə bölüb 8 bit yazıb. Yox, 256 rəng çalarıdır. Rəng çaları. Rəng çaları 256-dırsa, n-yə bərabərdir, n bit sayı. 256 2 üstü neçədir? 8. N-yə bərabər olur? 8. Bayaqdan eləmirdi, 64 rəng çalarıdırsa, hər rəng neçə bitdir? 6 bit. Buracan olsa şəkilin tapılmasıdır da. Şəkildə nə elədir o? Oldu. Aydındır uşaqlar bu. Bu belə. İndi uşaqlar, bir dənə də bunu da deyim. Şəkil məsələsində yaddaş nəyə bərabərdir? Ölçü vurulsun n bit sayı. Uşaqlar, bu n bit sayı kadr buferinin dərinliyi də adlanır. Kadr buferinin dərinliyi. Çünki bizdə testdə olub yazmışıq kadr buferinin dərinliyini tap. Bilmir nədir. Kadr buferinin dərinliyi. Kadr buferinin dərinliyi n bit sayına deyilir. İndi mən testdə salmışam kadr buferinin dərinliyi nədir? O da rənglərin kodlaşdırılması üçün bitlərin xarakteristikası. Yəni hər rəng neçə bitlə kodlaşır. N bit sayını bildirir də. Bu deməkdir. Bu ölçü uşaqlar kadr buferinin ölçüsü adlanır. Yəni ayırd etməsi, rezolutionu. Kadr buferinin ölçüsü, ayırd etməsi. Yəni o neçəyə deyilir. Ya pikselən sayı ayırd etmə. Hansı ölçüdə olur? Kadr buferinin ölçüsü də deyilir. Bu yaddaşa da uşaqlar, yaddaşa kadr buferi də deyilir. Kadr buferi. Kadr buferi də şəklin yaddaşda tutduğu yerdir. Yəni. Aydındır. Bu da belə. Dərsimiz belə. Uzun ömür, can sağlığı, ailə saadəti. Dərs bu qədər. İndi tapşırıqlarımız. Tapşırığımız nədir uşaqlar? Birinci olaraq öz kitabımızdan bir dənə uşaqlar kitabla dərsin yerində deyim. Baxın. Yazda gəlsə o vaxt biz birinci mövzu keçəndə 11-ci səhifəyə qədər keçdik. Orada saxladıq. Burada rəng məsələləri burada idi. Qrafiki verilənlərin kodlaşdırması. Səsdən öyrənsin, onsuz da heç baxmağına ehtiyac yoxdur. Sonra mən yenə hər ehtimal deyim. Kitabda uşaqlar mövzumuz 1, 11-ci səhifədən 13-cü səhifəyə. Bu məsələlər olandır. Məsələlər olan. Bu videonun kodlaşdırması. Bir də buradan audionu keçməmişəm mən. 13-cü səhifədəki audionu, o da testin üstündə keçəcək. Audio düşmür müəllim. Düşür, deyirəm, amma testin üstündə keçəcək. Hə, indi. Deməli uşaqlar, deməli 11-dən 13-ə bir mövzu yeriyiz bu. O raster vektor fraktal zad olan hardadır? O da 183-cü səhifədədir. Kompüter qrafikası. Burada da 183-dən uşaqlar 190-a qədər. 183-dən Paint zad da buradadır. Paint proqramımız da hamısı bunun içindədir. 183, 190. Bu qrafiki redaktorlardır. Deməli mövzumuz 11-dən 13-ə, 183-dən 190-a. Gəlirik testlərə. Testlər uşaqlar o vaxt yadınıza gəlsə biz birinci mövzunun testini eləyəndə 210-cu səhifədə ilk mövzu informatik və onun əsas anlayışları ASCII Unicode.
Və burada uşaqlar bizim 40-a qədər eləmişdik testi. 40-dan 41-dən 47-yə qalmışdı. Bax, o rəng məsələləri idi. İndi uşaqlar, deməli 213-cü səhifədə 41-dən 47-yə testimiz. 7 dənə test bu. Məsələ, 41-dən 47-yə, 213-cü səhifədə. Bu, qrafiki redaktorlarında testi 275-dədir. 275-ci səhifədə də o raster vektora dair 16 dənə də test buradandır. Deməli, testimiz biri 213-cü səhifədə 41-dən 47-yə, bir dənə də 275-də 16 dənə test. Hamı bildi? Sual var mövzunun yerinə, tapşırığınıza dair, mövzunun yerinə dair? Yoxdur. Sonra uşaqlar, növbəti bir dənə də. Dünənləri qrupa testlər attım. Bəli, müəllim. Səhvən bir şey eləmişdim. O, bugünkü dərsim, bugün verməliydim onu, dünən atmışam. Onu silib eləməmsiniz? Təzdən atım, yoxsa qalıb hamıda? Yox, qalıb mənim. Qalıb müəllim. Bir dənə də təkrardan o testi də eləyirsiniz. 60 dənə də o test.